Dizellə işləyən avtomobilə benzin dolduruldu, mühərrik sıradan çıxdı. Lənkəranda fəaliyyət göstərən yanacaq doldurma məntəqəsində sürücünün avtomobilinə səhv yanacaq vurulduğu iddia edilir. Lukoil zapravkasında yanacaq doldurma məntəqəsinə getdim saat 5 radələrində. Dizel yanacaq vurmaq istəyirdim. Səhvən benzin vurublar mənim maşınıma. Bu səbəbdən də ki, maşınımın motorunda nasazlıq yaranıb. Həmin vaxtı xəbərim olmuyor, bilməmişəm. Sürmüşəm maşını. 2 kilometr sürəndən sonra maşında nasazlıq yarandı. Və bu barədə ustaya bildirdim. Usta dedi ki, gətir maşını sökək. Yanacaq doldurma məntəqəsinə getdim. Orada dedilər ki, işçilərin səhvidir, bizim səhvimizdir. İşçilər də deyirlər ki, bizim o qədər gücümüz yoxdur sənə maddi kömək eləməyə. 700 manat ziyan dəyib mənə. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə adı çəkilən yanacaq doldurma məntəqəsində olduq. Əməkdaşlar əraziyə yanacaq doldurma məntəqəsinin hüquqşünasını çağırdılar. Yanımıza gələn şəxslər isə bildirdilər ki, ərazi özəli mülkiyyətdir və burada hər hansı çəkiliş aparmaq qadağandır. Onlar həmçinin səsləndirilən şikayətlə bağlı açıqlama verməkdən imtina etdilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan isə bildirildi ki, həmin müraciət əsasında araşdırma aparılır. Araşdırmanın nəticəsində müvafiq qərar qəbul ediləcək. Qeyd edək ki, zərər çəkmiş məsələ ilə bağlı məhkəməyə də müraciət edəcəyini bildirir.